Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xayru nasirin və mu'in. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bugün ağıl qüvvəsinin məsələlərin mahiyyətini, hiylə qüvvəsinin isə məsələlərin incəliklərini dərk etməsi haqqında söhbət edəcəyik. Ötən verilişlərimizdə də qeyd etdik ki, ağıl qüvvəsi ilə hiylə qüvvəsi ümumiyyətlə məsələləri dərk etmək üçündür. Sadəcə olaraq birincisinə, yəni ağıl qüvvəsinə nə deyilir? Bunlar məsələlərin mahiyyətini, əsasını dərk edir. Amma ikinci, yəni hiylə qüvvəsi isə məsələlərin cüziyyətini, yəni xırdalıqlarını dərk eləyə bilir. Bunun üçün də nədir? İnsandan belə deyək də, baş verən bütün əməllər, cüz'i, xırda işlər olduğuna görə bunların mənbəyi qayıdır hiylə qüvvəsinə. Yəni, insandan baş verən əməllər xırda işlər olduğuna görə bunlar hiylə qüvvəsinə qayıdır. Elə buna görə də birinci qüvvəyə, yəni ağıl qüvvəsinə nəzəri ağıl, ikinciyə isə, yəni hiylə qüvvəsinə isə əməli ağıl deyilir. Amma o ki qaldı, qəzəb və şəhvət qüvvələri isə bunların işi nədir? Bunlar da insan bədənini təhrik etməklə məşğuldurlar. Məsələn, qəzəb qüvvəsi, belə deyək, onun narahat edən, özünə zərər gördüyü şeyləri özündən uzaqlaşdırır, dəf edir. O ki, şəhvət qüvvəsi özünü, nəfsinə xoş gələn, insan nəfsi üçün uyğun olan şeyləri həyata keçirtməyə, əncam verməyə səy edir, göstərir ki, özünə uyğun olan işləri həyata keçirtsin. Və belə deyək də, əgər insan vücudunda ağıl qüvvəsi digər qüvvələrə qalib gəlsə, onda nə olar? Təbii olaraq digər qüvvələr də məqsədə uyğun şəkildə, yaradılış hədəfinə uyğun şəkildə irəliləməyə başlayarlar. Və digər qüvvələr o zaman paklaşaraq, saflaşaraq özləri üçün təyin olunmuş həqiqi fəzilətlərə sahib ola bilərlər. Baxın, burada birincisi qeyd eləyək, nəzəri ağıl, yəni ağıl qüvvəsidir ki, bunun saflaşması nəticəsində, diqqət eləyin, ağıl qüvvəsinin saflaşması nəticəsində insanda hikmət sifəti yaranar. Diqqət eləyin, əgər nəzəri ağıl qüvvəsi saflaşsa, hikmət sifəti yaranar. İkinci, əməli ağıl qüvvəsi, yəni hiylə qüvvəsi. Bunun saflaşması nəticəsində insanda ədalət sifəti yaranar. Üçüncüsü isə şəhvət qüvvəsidir ki, bunun da saflaşması nəticəsində insanda iffət sifəti yaranar. Və dördüncüsü isə qəzəb qüvvəsidir. Əgər bu qüvvə insanda saflaşsa nə olar? İnsanda şücaət, cəsarət sifəti meydana gələr, yaranar. Yəni, diqqət eləyin, qeyd etdiyimiz bu 4 dənə sifət demək olar ki, bütün xeyir və yaxşılıqların əsası və mənbəyidir. Yəni, gözəl xüsusiyyətlərin ən əsas mənbəyi, mənşəyi bu 4 sifətə qayıdır. Baxın, burada qeyd olunur ki, məsələn, hikmət sifəti ki, birinci olaraq budur. Hikmət sifətindən nələr yarana bilər? Diqqət edin, hikmət sifətindən yaranan şeylər zirəklikdir, fərasətdir, gözəl düşünməkdir, tədbirli olmaq və bu kimi digər gözəl xüsusiyyətlər yaranır. Və bu xüsusiyyətlər nədən yaranır dedik? Hikmət sifətindən. Və hikmət hara qayıdırdı? Hikmət sifəti isə qeyd etdik ki, nəzəri ağıl qüvvəsinə, yəni ağıl qüvvəsinin saflaşmasına qayıdır. Əgər ağıl qüvvəsi saflaşsa, hikmət sifəti yaranar və hikmət sifətindən də qeyd etdiyimiz bu gözəl sifətlər meydana gələr. İkincisi isə iffətdir ki, əgər iffət sifətindən də insanda həya, səxavət, əmanətdar olmaq, gülər üzlülük və bu kimi digər gözəl və önəmli sifətlər yaranar və bunların hamısı qayıdır iffət sifətinə. İffət sifəti özü hara qayıdırdı? Dedik ki, şəhvət qüvvəsinə. Şəhvət qüvvəsi saflaşsa, insanda iffət sifəti və ondan da bu qeyd etdiyimiz digər gözəl sifətlər yaranar. Və üçüncüsü isə şücaətdir ki, şücaət sifətindən də
insanda səbir, təmkin, helm, vüqar və bu kimi digər gözəl xüsusiyyətlər yaranar insanda. Və diqqət eləyin, bunlar qayıdır hara? Şücaət sifətinə. Şücaət sifəti hara qayıdırdı? Qəzəb qüvvəsinə. Əgər qəzəb qüvvəsi saflaşsa, gözəlləşsə, insanda şücaət sifəti yaranar və şücaət sifətindən də qeyd etdiyimiz bu digər gözəl xüsusiyyətlər əmələ gələr. Yəni, bu müsbət xüsusiyyətlərin təməli, mənşəyi hara qayıdır? Qeyd elədiyimiz 4 dənə o əsas sifətə qayıdır. Baxın, burada bir neçə məsələ də qeyd olunubdur ki, onlar da budur. Birincisi, yenə də hikmətdir. Hikmət nədir? Hikmət, yəni varlıqları olduğu kimi tanımaqdır. Yəni, varlıqları necə var, o cür tanımağa deyilir. Və hikmətin özü də 2 hissəyə ayrılır. Baxın, birincisi, nəzəri hikmətdir. Nəzəri hikmət nədir? Yəni, ağıl qüvvəsinə qayıdır. Digəri isə əməli hikmətdir. Əməli hikmət də qeyd elədiyimiz kimi həmin o hiylə qüvvəsinə qayıdır. İkinci məsələ iffətdir ki, iffət bu ona deyilər ki, insanın şəhvət qüvvəsi ağıl qüvvəsinə tabe ola. Ağıl qüvvəsinə tabe olsa, o zaman insan azad bir insan olar, müstəqil bir insan olar və insan öz həva-i nəfsininəsirinə çevrilməz. Üçüncü məsələ isə, hörmətli izləyicilər, şücaətdir. Şücaət nədir? Şücaət yəni qəzəb qüvvəsi ağıl qüvvəsinin nəzarəti altına keçə. Ağıl qüvvəsinin, belə deyək də, dedikləri ilə otura-dura. Ağıl qüvvəsi, məsələn, ona desə ki, burada təhlükə var, o işi eləməyə, ora getməyə. Yox, əgər orada təhlükə olmasa, bəli, o işi yerinə yetirə, əncam verə. Dördüncü məsələ isə ədalətdir. Baxın, bu önəmli məsələlərdəndir ki, ədalət nəyə deyilir? Ədalət o şeyə deyilir ki, əməli ağıl, yəni hiylə qüvvəsi nəzəri ağıla, yəni ağıl qüvvəsinə tabe ola və qəzəb və şəhvət qüvvəsini ağıl və şəriətin, belə deyək də, onlara uyğun olaraq çərçivədə tabe eləyənəyə ağıl qüvvəsinə, yəni bunları saxlaya, qoymaya ki, düz yoldan, müstəqim yoldan sağa sola çıxalar. Bunların hamısını ağıl qüvvəsinin tabeçiliyində saxlaya bilər. Və burada bir məsələni də diqqətinizə çatdırım ki, bəzi əxlaq alimləri neynirlər? Bu ədalət məsələsinə, ədalət sifətinə başqa cür bir tərif ediblər. O da bundan ibarətdir ki, deyirlər, ədalət yəni bütün qüvvələrin, insan vücudunda olan bütün qüvvələrin ağıl qüvvəsinə tabe olması və onun əmrlərindən çıxmamasına deyilir. Yəni bunların öz aralarında ziddiyyət yaranmamasına deyilir. Ki bu da təbii olaraq dediyimiz kimi bəzi əxlaq alimlərinin əxlaqı, yəni ədalətə verdikləri bir tərifdir. Amma bizdə əsas indi Meyrac-ı Səadə kitabıdır. Bizim əsas meyarımız bu kitab üzərindədir və qeyd etdiyimizdir bu kitaba uyğun olan tərif və təbii olaraq hər bir alimin özünə görə bəzi məsələlərdə də müəyyən nəzərləri var. Allaha and veririk, izzət-i cəlalına xatir, daim bizləri gözəl xislətlərlə, belə deyək də, gözəl xislətlərə sahib olaraq öz ağıl qüvvəsini digər qüvvələrə qalib gələn bəndələrindən qərar versin və bizləri ədalətli olan şəxslərdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.